Son günlerde yol seçimi karşısında ünvanı ile bir danışık danışmıştım. Ve orada Azərbaycanda olan siyasi güclerin ve onların etkisini ele alıp kaçınılmaz stratejik ve söylemsel xəttimiz ne olabilir ki hem Güney Azerbaycan ve hem ümumiyyətdə Türkler İran'da öz müqəddəratını təyid etme hakkını elde edebilsinler diye fikirlerimi söylemiştim. Bazı dostlarımız ifade ettiğim fikirlere toxunmuşlar ve fikir söylemişler. O cümleden Habib Bey Sasaniyanın sözlerini o sahədə eşidək ve ondan sonra benim yorumumu Habib Bey'in fikirləri haqqında eşidebilirsiniz. Sadə bir söz deyim. Təklifiniz gözəldir, amma bir halda ki, məmləkətin rəsmi dərslik kitabında indi də var Türkləri vəhşi, İrana gəlmə, xarici filan adlandırırlar və İran İslam Cumhuriyyətinin öz Fərhəng İrşad İslamının mücəvvizi ilə Quran çap edirlər. Orada Türkləri dil bilməz, anlamaz, farsları qalib, hətta Quranı təhrif edirlər. Bunu necə düzəltmək olar? Nə qədər ki İran mərkəzli bir hakimiyyət var, Türkçe karşı olup olacak ve ona göre ki Qərblər bunu istəyirlər. Çünkü tarix boyu gözləri Türkdən qorxub. Reallıq budur ki, Türk qorxusu həmişə Avropalıların canında olub və həmişə də bunun üstündə uzun müddətli plan tökülür. Bu da icra edilir. Eğer de İran dağılmır, buna göre de ki qorxurlar Türk dünyasının kırılan paxlası Güney Azərbaycan birləşir. Bu qədər məsələ aydındır. Selam dostlar ve aziz Habib Bey. Sözlerinizi dinlediğim balaca izahla aydınlıq gətirmək istəyirəm. Deyirsiniz ki, bugün ders kitaplarında Türkləri vəhşi ve necə göstermək istəyir. Haqlısınız orada. Ve Türkləri geçen 100 ildə aşağılayıblar. Bu da düzdür. Sual budur. Cənubi Afrikada qara dəriləri kölə kimi hesab etmirdilər mi? İllər boyu. Ona bir sonuç bulundu mu? Bulundu. Bu sahədən nümunə çox daha, sözü qısa olsun fəqət bir nümunə gətirdim. Yəni, bir aydının görəvi yalnız zikri müsibət deyir. Başımıza gələnləri əlbəttə siz də bilirsiniz, mən də bilirəm. Amma çıxış yolu axtarmamız lazımdır. Yalnız zikri müsibət dərdimizin çarəsini qılmış. İndi siz gəldiniz, 100 səbəb və dəlilə görə görəcəksiniz ki, ayrılma imkanı yoxdur. Yəni, İrandan ayrılma imkanı yoxdur. Bunu fərqli analizlər, fərqli yönlər, pəncərələrdən baxışla mən də aydınlatmışam. Hər bir siyasi, rasyonal insana gün kimi aydındır bu məsələ ki, danışıram. İndi vəziyyət budur. Siz bu vəziyyətə bir çıxış yolu tapma görəviniz var ya yox? Ayrılma imkanı yoxdursa nə edəcək? Bizimkilər deyirlər ki, Türkiyə istiqlaliyyətimizi rəsmiyyətə tanıyacaq. Türkiyə istiqlaliyyətimizdən hamıdan çox müxalif olacaq. Bunu mən 100 dəlillə sizə göstərirəm. Amma deyək ki, Türkiyə də bu istiqlali rəsmiyyətə tanıdı. Nəticə? Türkiyə Kuzey Kibres Türk Cumhuriyyətin rəsmiyyəti tanıyıbdır. Acaba Kuzey Kibres Türk Cumhuriyyəti bir devlete çevrilib mi? İkinci dövlət tapılıb dünyada ki, o dövləti rəsmiyyəti tanısın. O cümlədən Azərbaycan Cumhuriyyəti, qardaş devlət, Kuzey Kibres Türk Cumhuriyyətinin rəsmiyyəti tanıyıb mı? Biz Güney Azərbaycanın aktivisti olaraq, siz də düşünürü, yazıcısı filan olaraq dəqiq düşünməlisiniz. Zikri müsibət, tamam, bildik hamısın. Ondan sonra nə etməliyə düşünməlisiniz. Və burada danışanda çıxış yolu verməlisiniz. İndi baxaq, sizin sözlərinizin devamını görün, nə deyirsiniz? Deyirsiniz, İranda mərkəzi bir hakimiyyət varsa vəziyyət belə devam edəcək. Qardaşım, geçən 100 ildə İranın siyasi mərkəzi və dövlət sahibləri bir etniyə və o etniyin faşist kəsiminə aid bir qüvvə ilə idarə olmuşdur. Eğer sen
öz gücüne, yani Türk halkının gücüne inanırsan ki diğer 20 milyondan 30 milyon insandır. Ondan sonra Kürtler var, Beluslar var, Ərəblər var, Lorlar var, kimler var, Türkmenler var. Siz 30 milyonluk halkınızın gücüne inanmırsınızsa ki, eğer bu 30 milyon siyaset meydanına girirse etkili olabilir. Sen ne cür bu halkın iradesini hesap etmeden istiklala çıkırsan? Dikkat edirsiniz. Yani istiklala çıkmağı rahat bilirsiniz. Ama İran içinde güç toplama ve faşizmin karşısında durmağa güç tanımırsınız. Halkımızda bir irade görmürsünüz. Ya halkımızda ve gayri-farz halklarda en azı bu faşist hakimiyeti karşı iradenin formalaşmasına inanmırsınız. Eğer siz buna inanmırsınız ki bizim halkımızın ve gayri-farz halkların faşizm aleyhine bir iradesi var, bu olmayan irade ile istiklalı hardan ələ gətirəcəksən kardeş. Sonra da deyirsiniz ki, Qərblər istəmir İran ayrılsın. Məncə dünyada kimsə istəmir İran ayrılsın. Türkiyə də istəmir, Azərbaycan da onun içində, Türk dövlətləri də istəmirlər, Ərəblər də istəmirlər, Avrupalılar da istəmirlər. Kimsə İranın dağılmasını istəmir. Zaten bugün uluslararası hukuk deyir ki dağılmasın. Da Suriye'den dağılmış bir ülke olmayacaqdı ki. Hatta bugün belə dağılmıştı. Ama onun dağılmasına izni vermek istəmirlər və verməyəcəklər. Kürtlər bir tərəfində, Druzilər bir tərəfdə, İsrail girib oranı alsın. Ələviləri bir tərəfdə. Orada Türkmenlər var. Yani bizim soyumuzdan orada insanlar var. Deyirlər 5 milyon var. Onu bilmirəm. Ama bilirəm ki, Türkiye o Suriye'de Türkmenler bir bölgəni, öz bölgələrin idarə eləmə haqlarını da onlara almayacaqdı. Bunu da biz elə gözümüz görə təcrübə edəcək gələn aylar və gələn illərin içində. Ona görə bu söz ki, Qərblilər İranın dağılmasını istəmirlər. İranın dağılmasını niyə istəmirlər? Deyirsiniz ki, dağılsa Türklər bir güc olacaq, Güney Azərbaycan güc olacaq. Əziz qardaşım, Güney Azərbaycanda 10 milyon cəmiyyət var. Bu dünyada 10 milyonluq, 20 milyonluq, 5 milyonluq devletler harada etkili olublar ki, bizim ayrılmamızdan Türk dünyasında çox belə ciddi dəyişiklik olsun ki, Avrupalılar ondan qorxsunlar. Biraz realist olalım da. Biraz gerçəkçi olalım. Qərblər İranın dağılmamasını, mən sizə səbəbini deyərəm. Böhran yaranmasın diye. Yalnız dedim Qərbi değil. Türkiye, Azerbaycan onun içinde. Hamısı istəmir. Niye? Ölkələr bölünəndə böhran yaranır. Mülteci axını yola düşür. Milyonlar insan o ölkələrə avara gedirlər və o ölkələr o milyonlar insanın öhdəsindən gəlmirlər. Nümunəsi var. Suriye'de böhran düşdü. Türkiye'de 5 milyondan bəziləri də 10 milyona kadar mühacir deyirlər. Bir devlet 5 milyondan 10 milyona kadar mülteceğin ihtiyacın giderleme az bir söz mü? Az pul istirmi? Bir başka taraftan Orta Doğu devletlerinin hamısı multietnik devletlerdiler. İran dağılırsa onun yanında Irak, onun yanında Pakistan, Afganistan, hatta bile Türkiye'ye gelip çatır kardeşim. Siz bu faktörleri devletler tarafından nifrete dayanılı analiz verebilmezsiniz. Siyaset kitaplarının hiç yerinde, hatta bir sətlində de tapabilmezsiniz ki, Avrupalılar İran dağılırsa Güney Azerbaycan'da bir devlet kurulur ve o devlet Avrupa'ya tehlike olur diye bir cümlede tapabilmezsiniz kardeşim. Çünkü olabilmez böyle bir şey. Güney Azerbaycan'ın bir müstakil devlet olması niçin Avrupa'ya tehlike olsun? Güney Azerbaycan ve öte Azerbaycan ve başka devletler Avrupa'ya ihtiyacı var. Muamele eləməlisən də. Dünyanı məhv eləməməlisən ki, dünyada insanlarla alış-veriş eləməlisən, pul qazanmalısan, ölkəni dolandırmalısan, ticarət qurmalısan, teknoloji gəlişdirməlisən. Dövlətlər birbiriyle savaş üçün qurulmur ki, müntəzəm və adilanə bir əlaqələrin qurulması üçün devletlər qurulur. Baxmayaraq ki, bu devletlerin kuruluşunda çok
naadilanə və zalimane faktlarda çox tapmaq olur. Həqiqətən bu qərblər türklərdən qorxurlar. Bu cümlə düz deyil. Bu cümlə yanlışdır. O cümlə bu cürsudur. Qərblər türklərdən qorxardılar. O zamanki Osmanlı devləti vardı. Türk dövlətləri güclüydülər. Onda bəli. İndi Türkiyə NATO'nun üzvüdür. Azərbaycanın Ermənistanla savaşında 2-ci Qarabağ davasında İsrail dostluq eləyib. Üçüncü fakt, Güney Azərbaycan bir 10 milyonluq ölkə olacaq da olsa da, o biri Azərbaycanla qatılsa ki, o biri Azərbaycan buna izin verməz, heç vaxt qəbul etməz, olacaq 20 milyonluq bir ölkə. 20 milyonluq bir ölkə 350 milyonluq Avropaya necə bir təhdid ola bilər, qardaşım? Belə bir ölkə Avropaya bir böyük fürsət olar. Balaca bir gücdür, 20 milyonluq devlət, 350 milyonluq Avropa devlətinin qarşısında belə bir devlət fürsətdir onlara. Alışveriş eləsinlər və bir türlü hətta istədikləri kimi müamilə və alışveriş eləsinlər. Beləmki bir vəziyyət sizin zehninizdə necə bir təhdid hesab olur Avropaya? Yəni, hangi hesab kitablar edirsiniz ki, Türkləri Avropaya bir təhdid kimi görürsünüz? Bir tərəfdən də sizin bu cümləniz ki, Avropa nifrətlə Türkləri sevmir, Türklərin içində Avropaya qarşı bugün bir nifrət becərdiniz. Yəni, gələcək qurulan bir devlətdə olursa, Avropaya nifrət gözü ilə baxdığı üçün o ölkələrlə yaxın əlaqə və ilişkisi ola bilməz. Avropa ilə yaxın əlaqə və ilişkisi olmayan bir devlət insan haqlarından uzaq olar, demokrasiyadan uzaq olar, teknolojiden uzaq olar və nəhayət iqtisadiyyatda zəif olur, yoxsul olur və 3-cü dünya dövlətlərin birinə artar. Yəni, əməldə sizin bu cümləniz ki, qərbilər türklərdən qorxurlar, əməldə bu cümlə türklərin özünün əleyhinə tamam olar. Niyə real pəncərədən baxıb bu cümlələri ağzınıza gətirməkdən və hətta düşünməkdən ictinab etmişsiniz? Əzizim, Osmanlı dövləti çoxdan yıxılıb. Səlcuq imperatorluğu da çoxdan yıxılıb. Şah Abbasın devri də bitib. Nadir Şahdan da xəbər yoxdur. Qacarlar da çoxdan bəri devlətlərini Farslara verdilər və getdilər Avropada yaşamağa. İndi türklərin hangi dövləti Avropanı təhdid etmə kapasitiyetində, zərfiyyətindədir ki, siz bunu ağzı gətirirsiniz ki, Avropalılar bizdən qorxarlar. Niyə qorxsunlar? Güclüdən qorxarlar. Əcəba bizim bir həqiqətən güclü bir pozisyonumuz var mı? Biz İranda ana dilimizdə təhsil etmə haqqımızı 30 milyon Türk insanının varlığı ilə əldə edə bilməmişik. Siz deyirsiniz ki, Avropalılar bizdən qorxurlar. Məncə baxış pəncərəsi dəyişdirməlisiniz. Biraz realistik və rasyonal düşünməlisiniz. Həqiqətən mövcud gücləri tərəziyə qoyub, göz önünə alıb, onları biraz salıb çıxmalısınız və evrən üzrə analizi dəyişməlisiniz. Yoxsa, əgər evrən üzrə analizi dəyişməsəniz, lokal və yerel güclərin dəngəsinin qurulmasının başa düşmədə də onda zorluq çəkəcəksiniz. Kaş ki, yalnız siz şəxsən zorluq çəkəydiniz. Amma sizin zorluq çəkdiyinizin bizim yaşadığımız bölgədə türklər çəkəcəkdir. Çünki sən türklərin öncülü, aktivi, yazıcısı, qələm sahibi, jurnalisti, fikir verənsən də. Əgər fikir verən yolunda olmasa, o xalq ziyan və zərər çəkməzmi? Mənim biraz açıq danışdığım üçün məni bağışlayın. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.